Çox dəyərli bizim Zərbanın istəyi ilə iki dəyərli sənətkarımız Orxan Mirnatiqoğlu və Ramin Həsənovu dəvət edirik əlbəttə ki səhnəmizə. Orxan buradadır. Gözəl sənətkarımız Ramin Həsənov da buyursun. Onların çıxışları olacaq bu gözəl anda bizim Ayaz balamızın ən xoş günündə. Musiqiçi üçün ən gözəl motivasiya onlara səslənən gözəl alqışlardır dostlar. Gürültülü alqışlar gəlsin bizim çox dəyərli sənətkarlarımız üçün. Ramin Həsənov hardadır? Buyursun zəhmət olmasa Ramin Həsənov. Ramin bəlkə bir təbrik eləyəsən, hə? Olar? Hə, baş üstə. Ramin deyir ki, deyim də, bu məqam elə bir məqamdır ki, neçə illər keçəcək, bu məqamı hamılıqla birlikdə xatırlayacağıq, izləyəcəyik. Gəlin alqışlar səsləndirək bir daha. Ramin həm musiqi ilə, həm də sözlə təbrik edəcək bizim Ayaz balamızı, Zərbaya olan təbrikləri. Buyur. Zərba, Cəbra. Salam aleykum, salamlar olsun hamıya. Xoş gördük. Biraz burada danışmaq çətin olsa da, amma yəni hamının ürəyində müəyyən qədər sözlər var ki, Zərbaya demək istəyirlər. Və həmçinin də mən. Zərba çox mübarək. Mən şahid olmuşam ki, sən bu toya necə belə ürəklə hazırlaşmışsan. Bizim musiqiçiləri balaca həyəcan var, nə əcəbsə. Yəni, məndə olmurdu ya belə şeylər. Bu, hardan gəldi belə? Yoxdur? Hə, yaxşı. Mikrofondan da, əybi yox. Gərək arada oxumaq lazımdır ki, o geçsin. Oxumaq da terapiyadır da, bilirsiniz. Səni ürəkdən təbrik edirəm. Sən ki, belə ürəkdən hazırlaşmışsan, sənin qardaşlarını təbrik edirəm. Onlar gözəl insandırlar, gözəl musiqiçidirlər, gözəl dostdular. Yəni, mən biləm ki, yəni Allah eləməsin, heç kimə çətinlik, nə bilim, sıxıntı üz verməsin. Mən biləm ki, hər bir anda mən bir dənə Zərbaya zəng edirəm ki, məsəl üçün də, məsəl üçün. Tək ki, yəni elə şeylər olmasın. Bir dənə çətinliyi var, bir dənə bu işi görməyə lazımdır. Zərba həmişə birinci gəlib. Ona görə də səni ürəkdən təbrik edirəm, sənin övladını təbrik edirəm. Və gözəl insanlara görüm, Tural, sağ ol, Tural müəllim, artıq müəllimdir konservatoriyada. Ariyam, bizim İrandan qonaq gəlib, həm də burada oxuyur. Bugün çox gözəl insanlar yığılıb bura. Yəni, hamını bir-bir deyə bilməyəcəm. Hamı var olsun, hamının ailəsində belə gözəl günlər olsun, biz də gələk orada iştirak edək. Və mənə söz verilib, əlbəttə ki, istəyirəm bir neçə musiqi ilə görək nə gələcək. Məndə həmişə belə də eksprom, bəda etən. Gələcək. Sağ olun, var olun, çox sağ olun. Təşəkkür edirik Ramin Həsənov və yenə gözəl sənətkarlarımızdan biri, gənc olsa da həqiqətən gənc yaşlarından sənətkar adına layiq görülmüş qarmon ifaçısı Orxan Mirnatiqoğlu'nu alqışlayaq, onun da təbriklərini eşidək. Buyur Orxan. Elman müəllimə də söz verəcək əlbəttə ki. Birinci böyüdən başlayaq. Yox, böyük. Mən estafeti sənə verirəm hələ ki. Çünki mənim ağzım zani. Mən salamlayıram hamını. Böyüklərdən üzr istəyirəm. Təbrik edirəm Zərbanı. Zərba bizim çox hörmətli, diqqətli qardaşımızdır. Hər zaman belə xoş günlərə gələk. Hər zaman musiqiçilərlə bir yerdə mehriban olaq. Birimizin qədrini bilək. Mən istəyərəm hər zaman bizim burada səhnədə bizim
Azərbaycanımızın necə deyərlər, o ürəyi, döyünən ürəkləri, qaymaqları, Talih Qafarov, bizim böyük sənətkarımız, xahişlə alqışlayaq. Abbas Səfərov, cavan yaşda sənətkar. Eldəniz, qardaşımız, Eldəniz müəllim var oldu. Talih Ağayev, bizim gözəl qardaşımız. Hüseyin, Seymur, bizim dəyərli sənətkarlarımız. Mən hər zaman bu insanlarla həmişə fəxr eləmişəm. Ramin, istəyirəm sən də gələsən. Hər zaman fəxr eləmişəm ki, bizim Azərbaycanımızın belə sənətkarları var. Bu sənətkarlardan heç bir dünyada ola bilməz. Mən istəyirəm bütün sənətkarların alqışlayaq oraydan. Elman Namazoğlu, Ramin Həsənov, Hakim Abdullayev burada olmasa da onu da xahişləm alqışlayaq və bizim istəyirəm, necə deyərlər, yerləri görsənir. Bizim böyük sənətkarlarımız Aftanlı İsrafilovla, Xanlar Cəhvər, Allah rəhmət eləsin, ruhları şad olsun. Onlar bu musiqi məclislərinin yaraşığı idilər, dahi sənətkarlarımız. Mən ürəkdən təbrik edirəm və sözü verəm Elman müəllimə. Ənvər müəllim də burada olmadığına görə, Bakıda olmadığına görə onun iştirak edə bilmir. Allah ona da can sağlığı versin, uzun ömür versin və sözü verəm Elman Namazoğluya. Axşamınız xeyir olsun. Əziz qardaşlar, dostlar, yoldaşlar, qohumlar, əqrəbələr, sənətkarlar. Səsim gəlir normal. İşləyir səsim. Oxumağa keçsən 10 il insan. İnşallah. Harı yesin, gəl bura. Hər birinizi təbrik edirəm. Zərbə qardaşımız doğrudan da qardaşımızdır, həqiqətən də. Mədəni, tərbiyəli, qabiliyyətli. O qardaşlar həqiqətən də çox, elə biləm mənim qardaşlarımdır, doğrudan da. Allaha and olsun, istiqamlı insanlardılar, gözəl musiqiçidirlər həm də. Yaxşı yoldaşlıqları var, qardaşlıqları var. Olmayanlar üçün olsun, hər bir qapıda belə şadlıq olsun, toy olsun inşallah. Mən burada 1 saat da danışa bilərəm, 2 saat da danışa bilərəm, amma vaxtımız getməsin. Sadəcə olaraq bir kəlmə də bəs edir təbii ki. Hər birinizi bağrıma basıram, öpürəm. Orxan, Ramin, qardaşlarımı öpürəm, bağrıma basıram. Gözəl musiqilər. Sizin istəyinizlə bir alqış gəlsin inşallah. Var olun. Təbrik edirəm Zərba. Zərba hardadır mənim əziz qardaşım? Başı qarışıq da. Təki xeyir işlərə qarışsın. Var olun. Allah can sağlığı versin. Həmişə toylarda olun. Var olun. Təşəkkürlər Elman müəllim, Ramin müəllim, Orxan müəllim. Minnətdarıq bu gözəl təbriklərə görə. Zərba o qədər çox dəyərli dostdur, gözəl ifaçı, gözəl musiqiçidir ki, Elman müəllim də söylədi, Zərbanın qazandığı böyük bir hörmət var ki, onun bu gözəl gecəsində, övladının xoş günündə çox dəyərli sənətkarlarımız iştirak edir. Amma bir məqamı da qeyd edəcəm ki, çox dəyərli qonaqlarımız, gözəl sənətkar olmaq olar, amma onu insanlara çatdıran gözəl səs rejissorları olmalıdır. Ona görə də ağa dostumuza da xüsusi təşəkkürümüzü bildirək. Həm də ki, indi mən də neçə ilin çox dəyərli səs rejissorlarından birinin övladıyam. Bunu mütləq şəkildə qeyd etməliyəm. Ramin və Orxan, zəhmət olmasa buyursunlar, eşidək sizi. Alqışlar gəlsin bu gözəl gecə üçün.
Alqışlar gəlsin. Ramin Həsənov, Elman Namazoğlu. Təşəkkür edirik. Çox dəyərli sənətkarlarımız, gözəl musiqiçilərimiz. Bəli. Talih müəllim, Abbas müəllim, Eldəniz və Talih. Alqışlar gəlsin zəhmət olmasa, çox dəyərli dostlar.